Dondurma, xüsusilə sürətli dondurma üsulu qida məhsullarının qida dəyərinin qorunmasında effektiv üsullardan biridir. Məhsullar adətən yığım sonrası qısa müddətdə emal edilərək dondurulduğu üçün onların tərkibindəki bir çox vitamin yüksək səviyyədə qoruna bilər. Xüsusilə C vitamini və polad kimi bəzi həssas vitaminlərdə müəyyən azalmalar mümkün olsa da, bu itkilər təkcə dondurma ilə deyil, ilkin emal, saxlanma müddəti və sonraki bişirmə üsulu ilə də əlaqədardır. Digər tərəfdən təzə məhsulların uzun müddət saxlanması, daşınması, piştaxtada qalması zamanı oksidləşmə və təbii parçalanma nəticəsində bəzi qida komponentlərində azalma baş verə bilər. Bu səbəbdən bəzi hallarda dondurulmuş məhsullar uzun müddət saxlanılmış təzə məhsullarla müqayisədə daha yüksək qida dəyərinə malik ola bilər. Nəticə, dondurulmuş qidalar faydasız deyil, əksinə düzgün saxlanıldıqda və uyğun hazırlanma üsulu ilə seçildikdə sağlam və təhlükəsiz alternativ ola bilər. Əsas məsələ məhsulun keyfiyyəti, soyuq zəncirin qorunması və həddindən artıq istilik emalından yayınmaqdır.